Birebir brownie dadında çox amma çox dadlı pirog hazırladım. Mütləq siz də hazırlayın. Əminəm ki, hazırlasaq çox bəyənəcəksiniz. Mütləq videonu yaddaşa verin ki, siz də hazırlayın. Keçək hazırlanma qaydasına. Bizə lazım olacaq 2 ədəd yumurta və 1 stəkan şəkər tozu. Siz bunu yarım stəkan da eləyə bilərsiniz. 1 paket vanil əlavə edirik və yarım stəkan da duru yağ əlavə edirik üzərinə və mikser vasitəsilə qarışdırırıq. Biraz qarışdırdıqdan sonra üzərinə 2 stəkan un, 6 yemək qaşığı kakao əlavə edirik və yenidən mikserlə qarışdırırıq. Üzərinə ən sonda 1 stəkan qaynar su əlavə edirik. Suyumuz mütləq qaynar olmalıdır. Əlavə edib qarışdırırıq və hazırlayacağımız qəlbin içərisinə əlavə edirik. Sobada 150 dərəcədə təxmini 15-20 dəqiqə biskvitimizi bişiririk. Qanacı hazırlamaq üçün bizə lazım olacaq 1 paket qaymaq. Öncədən qaymağı biraz isidirik və üzərinə 6 yemək qaşığı duru yağ əlavə edirik, 3 yemək qaşığı da kakao əlavə edirik və 1 paketdə hər hansı bir sevdiyiniz şokolad əlavə edib qarışdırırıq. Biskvitimiz bişdikdən sonra biraz soyudub üzərindən biraz kəsib götürürük. Ontu halına gətiririk ki, kənarlarına istifadə eləmək üçün və hazırladığımız qanacı üzərinə əlavə edib hər tərəfli yayırıq. Gördüyünüz kimi üzərindən kəsdiyim biskviti ontu halına gətirib kənarlarına əlavə edirəm. Çox amma çox dadlı alındı. Mütləq siz də hazırlayın. Əminəm ki, hazırlasaq çox bəyənəcəksiniz. Hazırlayan hər kəsə nuş olsun. Hələlik.